Motorbikes. Ah, Already okay. working. Motorbikes. So he's coming. Well, we have the helicopters since 2.5 hours. Yeah, but motorbikes. Vladimir Zelenskiy çıxmağa hazırlaşır dostlar. Now is this? Is I already searched and see. See, I trust you completely. Ja, bitte dein Handy nicht so weit rein, ja? Vladimir Zelenskiy hal-hazırda çıxmağa hazırlaşır. Mr. President, are you still frustrated with Europe, its lack of courage and political willpower? Do you still want to meet Putin? We are very thankful to Europe. We made a lot of progress during last 2 weeks. Made strong packages and understanding that we need unity. And if we will lose leadership of Europe, if we will lose unity in Europe, we really will not be strong in the battlefield and in the future. So, and I think that today's meeting, we say Berlin format, so we had leaders, we discussed a lot of out of media between us, what we see next steps, how to pressure on Russia to stop this war, how to involve America more, and etc. I think we made today big progress and we will work together. Are you still ready to meet US? Putin? Have a safe trip back. Prezident Zelenskiy jurnalistlərin suallarına cavab verdi. Görürsünüz ki, artıq onu müşahidə edən kortej çıxır. Az sonra Macron da buradan çıxacaq. İlham Əliyev artıq çoxdan gedibdir. 3-4 saat bundan qabaq. Mən isə hələ prezidentlər bana sualları veririk. Sizə maraqlı ola biləcək mövzular bağlı. İçərilər bölümündə yaza bilərsiniz ki, hansı sualları verir. Dünya lideri. Görürsünüz ki, çox əzimkar dövlət başçısı faktiki olaraq göstərir ki, bütün Avropanı bugün müdafiəsinə qalxan məhz Ukraynadır və o da bildiribdir ki, üzülmür ki, Avropadan kömək daha çox ola bilərdi. O deyir ki, biz ələ verib bu böhrandan çıxacağıq. Yəni Zelenskiy kifayət qədər belə deyək də optimist çıxışıyla, optimist mən deməzdim, mən deyərdim ki, iradəli çıxışıyla yadda qaldı bugün, günün sonunda. Görürsünüz ki, hələ də Vladimir Zelenskiy maşındadır. Gördüyünüz kimi München Təhlükəsizlik Konfransı hələ də davam edir. Ona görə də burada hamı jurnalistlər Emmanuel Macron'u gözləyir və gördünüz ki, Vladimir Zelenskiy korteji artıq getdi. Gecə saat 10. It just looks stupid.